Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bir daha salamlayırıq sizə əziz dostlar. Ramazan ayı boyunca Ayətullah Sistani, Ayətullah Xameneyi və Ayətullah Məkarim Şiraz ağaların nəzərlərini siz əzizlərin diqqətinizə çatdırırıq. Bu məsələlərdən də biri aylıq yəni görən xanımın oruc tutması məsələsidir. Alimlərimiz buyururlar ki, əgər xanım aylıq xəstəliyi orucu ilə üst-üstə düşərsə, bu halda bu xanıma oruc tutmaq vacib olmayacaqdır. Ramazan ayından sonra o günlər ki, xanımın aylıq xəstəliyi ilə üst-üstə düşübsə, o günlərin qəzasını yerinə yetirəcəkdir. Burada sual olunur ki, bəziləri sual edirlər ki, bir xanım dərman vasitələrindən istifadə edərək öz aylıq xəstəliyini təxirə salması necə? Məsələn, Ramazan ayı boyunca istəyir 30 günün, yəni bir ayın orucunu tam tutsun. Yəni bu dərmanlardan istifadə edib öz aylıq xəstəliyini təxirə sala bilər, yoxsa yox? Alimlərimiz buyururlar, bəli, bu iş icazəlidir. Bu halda əgər bir şəxs öz aylıq xəstəliyini təxirə sala bilərsə, Ramazan ayının orucları ona hər gün adi qaydada vacib olacaqdır. Vəssalamu aleykum və rəhmətullah.